Şirvan şəhərində uzun illər ərzində deformasiya uğramış, çökmüş və istifadə üçün yararsız hala düşmüş yolların bərpası məqsədi ilə geniş miqyaslı təmir və asfaltlanma işlərinə start verilib. Bu işlər Şirvan şəhəri İcra Hakimiyyətinin sifarişi əsasında Astimont MMC tərəfindən həyata keçirilir. Hazırda Talih Ələkbərov küçəsində köhnə asfalt örtüyü xüsusi texnika vasitəsilə qazılaraq sökülür. Paralel olaraq yeni asfalt örtüyünün döşənməsi üçün hazırlıq işləri görülür. Bu prosesə ağır texnika və canlı qüvvə cəlb olunub. Yolların keyfiyyətli və uzunömürlü şəkildə bərpası məqsədi ilə təmir zamanı müasir texnologiyadan istifadə olunur. Bundan başqa şəhərin müxtəlif ərazilərində də bərpa işləri mərhələli şəkildə davam etdirilir. Xüsusilə yol örtüyündə yaranmış çuxurların doldurulması, piyada səkilərinin təmiri və asfalt örtüyünün yenilənməsi istiqamətində işlər görülür. Yol infrastrukturunun təkmilləşdirilməsi sakinlərin rahat və təhlükəsiz hərəkətini təmin etməklə yanaşı, şəhərin ümumi görünüşünə də müsbət təsir göstərəcək. Qeyd edək ki, növbəti mərhələlərdə daha bir neçə küçə və prospektdə asfaltlanma işlərinin aparılması planlaşdırılır. Mirsahib Rahiloğlu, Muğan TV, Şirvan.